Xaqan Film Kinostudiyası təqdim edir. Vətən ətirli oğullar. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük vətən müharibəsində igid oğullarımız Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi altında zəfər sərnaməsi yazdılar. 30 il düşmənin soyuq nəzərləri altında sıxılan torpaqlarımız işğaldan azad olundu. İkinci Qarabağ müharibəsi haqqında danışarkən ilk növbədə əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Onların canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına biz tarixi ədaləti bərpa etdik. Düşməni öz torpaqlarımızdan qovduq. Bütün azad edilmiş torpaqlarda Azərbaycan bayrağını ucaltdıq. Tarixi ədaləti bərpa etdik və milli qürurumuzu bərpa etdik. Eşq olsun Azərbaycan ordusuna, Qarabağ Azərbaycandır! Şərəf tarixini yaradanlar arasında Kəlbəcər rayonundan olan igid oğullarımız da vardı. Şəhid Azər Əmrahoğlu Mikailov. Mikailov Azər Əmrahoğlu 1 avqust 1980-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Mikailovlar ailəsi Goranboy rayonunda yaşamağa başlayıb. Mikailov Azər 1997-ci ildə orta təhsili bitirəndən sonra 1998-2002-ci illərdə Ali Hərbi Məktəbdə təhsil aldı. Hərbi akademiyanı fərqlənmə ilə qutardı. Naxçıvan Muxtar vilayətinə hərbiçiliyə düşdü. Müəyyən hissələrdə kəşfiyyat komandiri işləməyə. Naxçıvanın özündən mənə çiçək yığırdı. Qurudurdu, gətirirdi, deyirdi ki, elə bir ki, qoşdaşın çiçəkləridir. İşlədərsən, amma o güllü çiçəkli dağlarımıza ha vaxtda olsa heç darıxmam, siz aparacağım. Naxçıvanda Azər adına Kəlbəcər postu var. Sonra aprel döyüşlərində Azər Lələtəpə uğrunda gəldi. Amma orada 13 nəfər şəhid vermişdilər. O, 2020-ci il sentyabrın 27-sində Ermənistan işğal altında olan ərazilərin azad edilməsi üçün başlanan vətən müharibəsində yaxından iştirak edib. 27-sində müharibə başladı, Hadrutu aldılar. Hadrutda 200 nəfərdən yuxarı erməni kəşfiyyatçısı qırmışdılar. Nə qədər texnika almışdılar, 8 nəfər də erməni tutub gətirmişdilər. Ondan sonra ayın 7-si axşamdan zəng gəldi, dedi ki, arxeyin olun, hər şey yaxşıdır. 8-də bərk atışma olmuşdu, 9-undan da nə qədər elədik, səs çatmadı. 11-də hərbi hissədən qardaşlarına zəng eləyirlər ki, gəlsəniz yaxşı olar. Qardaşları getdi, gətirdilər. Oktyabrın 12-sində Yevlax şəhərində Şəhidlər Xiyabanında Azəri dəfn elədik. Müharibə atasız qoydu uşağı, özü yarı yolda, yarı mənzildə qaldı. Bizi sevindirən odur ki, yəni o şəhidlərin ruhuna qurban olum hamısının. Onlar hamısı bizim balamızdır. Torpaqlarımız azad oldu. Azər Mikailov Qarabağ ordeni, vətən uğrunda və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib. Azərbaycan tarixinə 44 günlük zəfər savaşını onlar yazdılar. Bu torpaqları vətən eləyən oğullar. Onlar özləri yaratdıqları tarixin vətən ətirli oğullarına çevrildilər. Qələbə, zəfər tarixini yazanlar da, yaşadanlar da onlar oldu. Vətən müharibəsinin hər günü bizi addım-addım
qələbəyə çatdırdı. Bu torpaqlar qəhrəmanlarımızın sayəsində əsl sahibinə, bizlərə qayıtdı. Torpağı, vətəni yaşadanları yaşatmaqsa bizlərin borcudur. Qarabağ Azərbaycandır. Həyat belədir ki, bunun əvvəli də var, sonu da var. Heç kim əbədi həyatda qalmır. Amma şəhid olmaq bu xalq qarşısında, tarix qarşısında və gələcək nəsillər qarşısında böyük xidmətdir.